Özünüzə nə qədər pul xərcləyirsiniz? Xərcləyirsiniz belə deyək. Aha, özümə çox xərcləyirəm. Özümə çox pul xərcləyirəm. Çünki mən bir dənəyəm və təkəm, özümdə bir dənə mənəm. Mənim heç kim yoxdur məndən başqa. Kimə edəcəm, özümə edəcəm. Ona görə pulumun hamısı 90% özümə xərcləyirəm. Demək olar ki, çox xərcləyirəm, həqiqətən çox. Aldığım maaşdan bəlkə 2 qat çox xərcləyirəm. Hardan tapıram mən pulu, necə olur? Özüm başa düşmürəm həqiqətən də. Hardansa nəsə belə bir şey, hədiyyə, ad günüm idi bu yaxınlarda, ad günümə hədiyyələr falan oldu. Kuponlar zaten falan hamısını özümə xərcləyəcəm. Tərəf ən aşağı 5000 manat qazanmalısınız siz burada. Düzdür? Yəni yox. Əsələr 5000 sizə. Əslində məsələn birdən 5. Siz ürəyiniz nətər yaşamaq istəyirsiniz? Yəni mən ürəyim necə yaşamaq istəyir? Конечно, hamı istəyir ki, çox pul qazansın, hamısını özünə xərcləsin. Bu həyatın ləzzətini çıxartsın. Çünki bu həyata bir dəfə gəlirik və mən əlbəttə ki, istərdim ki, mənim sevdiklərim də yanında olsun. Onlarla bir yerdə bu həyatı yaşayaq. Tək başına yaşamaq istəməzdim. Yaxınlarım, əzizlərim bir yerdə. Deyirəm, 90% özümə xərcləyirəm. O qalan 10% özümlə bir yerdə yaxınlarıma xərcləyirəm ki, yaxşı yanımda olsunlar. Maşallah. Çox pul qaran adamsınız.